Götürüm. Aha. Deməli Nərminə xanım, siz mənə Evet. deyin, təhsil qanunu neçənci maddədədir? Məktəbə qədər təhsil qanunu. 94-cü maddənin birinci hissəsinin birinci bəndində. Ay, sağ olun, doğrudur. Bəs məktəbə qədər təhsil nə deməkdir? Məktəbə qədər təhsil ilə birgə məktəbə qədər yaşlı olan uşaqların intellektual, onların fiziki, mənəvi inkişafına elə bir xidmət eləyir. Həm də onların necə deyim, bilik, bacarıq və vərdişlərinin mənimsədilməsi prosesi və onun nəticəsi hesab olunur. Ay, sağ olun, tamamilə doğrudur. Yəni məktəbə qədər təhsildə biz qeyd etdik ki, ilkin bilik bacarıq. İlkin bilik bacarıq nə deməkdir bəs? İlkin bilik, bacarıq, yəni uşaqlara ilkin necə deyim, məlumatlar verilir, onlara necə deyim, yəni məktəbə hazırlıq kimi onları hazırlaşdırmağa başlayırıq da artıq. Bəli, bəli, davranış qaydaları, masa arxasında Aha, oturuş qaydası, uşaqların qələmdən, kağızdan istifadə etməsi, bəli. həmçinin kiçik motorikaları, böyük motorikaları, kiçik motorika nə deməkdir? Kiçik motorika, Bəli, e, kiçik motorika. əlin kiçik motorika qələmi tutması, onlar Bəli, nəzərdə bəli, tutulur. bəli. Təbii ki, əllə bağlı olan hər bir şey kiçik Hı, motorikaya aid edilir. Məsələn, əl hərəkətləri, uşaqların adi, məsələn, ipə muncuğu düzməsi, belə deyək də, şprisdən istifadə edilməsi, aha, bəli. adi, məsələn, əli ilə nə isə tutması, təbii ki, bu da aid olacaq, deməli, kiçik motorikaya. Bəs yaxşı, deyə bilərsinizmi, inklüziv təhsil nə deməkdir? İnklüziv təhsil, elə bil ki, inklüziv təhsil bərabərlik hüququ kimi nəzərdə tutulur. Onun sağlamlığından, sonra potensial imkanından asılı olmayaraq digər uşaqlarla birlikdə təhsil alması nəzərdə tutulur. Aha, bəli, doğrudur. Yəni sağlamlıq cəhətdən məhdud uşaqların, sağlamlığında problem olmayan uşaqların birgə təhsili nəzərdə tutulur. Doğrudur. Yəni inklüziv uşaqlar sizcə cəmiyyətə inteqrasiya olunmalıdırmı? Yəni cəmiyyətin bir üzvü kimi onlarla da tərbiyəçi məşğul olmalıdırmı? Nə fikirləşirsiniz? Aha, bəli, olmalıdır. Yəni onları digər uşaqlardan ayırmamalıdır. Hər birinə bərabər hüquqda, bərabər şərtlər altında dərs keçməlidir. Onları tərbiyə eləməlidir. Yəni hər birinə bərabər şəkildə yanaşmalıdır. Ay, sağ ol, doğrudur. Bəs innovasiyalar nələrdir? İnnovasiya yeniliklər idi də, yenilik idi. Bəli, bəli, doğrudur. Aha. Bəs məktəbə qədər təlim nə deməkdir? Məktəbə qədər təlim isə elə bir məktəbə qədər yaşlı uşaqların bilik, bacarıq, vərdiş və səriştələrinin gündəlik həyatda tətbiq etməsidir. Ay, sağ olun, doğrudur. Yəni bilikdir, bacarıqdır, vərdişdir, səriştədir. Harda bir səriştə sözünü görsək, biz nə götürürük? Aha, Məktəbə qədər təlim. Proses və təlimə nə Bəli, proses və nəticəsi görəndə isə təhsil götürürük. götürürük. Bəli, məktəbə qədər təhsil. Bəs yaxşı, dayə kimdir? Dayə uşaqlara nəzarət edən və onların qayğısına qalan şəxsə deyilir. Ay, sağ olun, tamamilə doğrudur. Bəs yaxşı, siz mənə deyin, deməli, tərbiyəçi müəllim kimdir? Tərbiyəçi müəllim elə bir uşaqların tərbiyəsini hər tərəfli nəzarət edən, məktəbə qədər hazırlıq təlimini Həyata düzən, həyata keçirən mütəxəssisə deyilir. Yəni orta təhsilli də ola bilər, ali təhsilli də ola bilər. Ay, sağ olun. Tamamilə doğrudur. Tərbiyəçi müəllim yəni uşaqların hər tərəfli inkişafı, ümumi təhsilə hazırlığını həyata keçirən ali və orta ixtisaslı təhsilli şəxsdir. Yəni uşaqlar məktəb təlimindən qabaq harda təhsil alırlar? Bağçada. Yəni bütün hər Bağçada. tərəfli inkişafını həyata keçirən tərbiyəçi müəllimdir. Yaxşı, siz mənə deyin, bəs dayə kimdir? Yox, loqoped kimdir? Loqoped nitq qüsurları olan uşaqlarla məşğul olan mütəxəssisə deyilir. Bəli, bəs defektoloq? Defektoloq isə əqli və fiziki inkişafını korreksiya edici mütəxəssis hesab olunur. Ay, sağ olun, doğrudur. Yaxşı, təhsil prosesinin iştirakçıları kimlərdir?
Aha, təsisçilər, təhsil müəssisəsinin rəhbəri, təhsil verən, təhsil alan, daha sonra valideynlər və digər qanuni şəxslər, daha sonra təhsil idarə etmə orqanları, bələdiyyə, Hı hı, bir də ki, məktəbəqədər təhsil müəssisəsi ilə bilavasitə əlaqədə olan digər təhsil müəssisələri. hı hı. Tamamilə doğrudur. Biz aşbazı təhsil verən kimi götürə bilərikmi? Xeyr, o digər əlavə işçilər kimi hesab olunur. Bura texniki işçidir, Ay, sağ ol. aşbazdır, Hı hı, bunlar doğru. tibb işçidir. Bunlar ora aid edilir. Bəli, təbii ki, bir var təhsil prosesinin iştirakçıları, bir də var ki, təhsil verənlər və təhsil alanlar. Təhsil verənlər kimlərdir? Təhsil alanlar kimlərdir? Təhsil verənlər tərbiyəçi müəllimlərdir, təhsil alanlar isə uşaqlardır. Ay, sağ ol, düzgündür. Yaxşı, uşaqların hansı hüquqları var? Uşaqların elə bil ki, onlar düzgün ya sağlamlığını, təhlükəsizliyini təmin edəcək bir şəraitlə təmin edilməsi, Hı daha hı, sonra onların şəxsiyyətini alçaltmaq olmaz. hı, Onların təkcə yəni mənəvi deyil, həm də psixi dərəcədə onlara informasiyaların ötürülməsi olmaz. Yəni bunları ondan qorumaq lazımdır. bəli, Daha sonra düzgün qidaların olması, yəni keyfiyyətli qidaların olması, hı hı, sonra pulsuz tibbi müayinələrdən keçməsi. Burada həm də bəli, çatışmazlığı olan, məsələn, nitq qüsuru, eşitmə, görmə qüsuru olan uşaqlar üçün də yəni nəzərdə tutulur. bəli, Da tamamilə onların doğru. asudə, aha, Hı hı, bəli, asudə vaxtın, asudə vaxtları normal istifadə etmələri, maraq və meyllərinə uyğun şəraitin yaradılması lazımdır. ay, sağ ol, doğru. Əsas keyfiyyətli qida, təhsil, asudə Aha. vaxtın, gün rejimin düzgün təşkil olunması əsas məsələlərdən biridir. Bəs yaxşı, siz mənə deyin, sertifikasiyadan keçmək tərbiyəçinin vəzifəsidir, yoxsa hüququdur? E, Sertifikasiyadan keçmək Bəli, vəzifəsidir. Yox, ay, hə, vəzifəsidir. Aha, bəli, vəzifəsidir. düzdür. Bəs mükafatlandırılmaq və təltif olunmaq? O onun hüququ sayılır. Hı hı, doğrudur. Bəs şərəf ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək? O da müəllimin hüququ sayılır. Ay, sağ olun, düzdür. Bəs desəm ki, əgər uşaqların şərəf ləyaqətinə hörmət etmək? O isə artıq uşaqların hüquqları hesab olunur. Yox, əgər desəydim ki, Necə? əgər desəydim ki, uşaqların psixi zorakılıq hallarından müdafiə olunması, bu olardı, deməli, müdafiə olunmaq sözü varsa uşaqların hüququdur. Bəli, müdafiə etmək varsa kimə aid olar? O tərbiyəçi müəllimə, yəni təhsil Bəli, verənə aid. bəli, tamamilə doğrudur. Bəs yaxşı, uşaqları Azərbaycançılıq, vətənpərvərlik ruhda böyütmək? Böyütmək deyirsə, bu artıq təhsil verənin vəzifəsi hesab olunur. Ay, sağ ol. Bəs övladı üçün məktəbə qədər təhsil müəssisəsi seçmək? Bu valideynin hüququ hesab olunur. Ay, sağ ol. Yəni öz övladı üçün istədiyi müəssisəni seçə bilər. Bəs Aha. qidalanması, tibbi müayinəsi, xidmət şəraiti haqqında məlumat almaq Aha, bu da uşağın valideynin hüququ hesab olunur. Ay, sağ olun, düzdür. Bəs müəssisə rəhbərliyi, pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək. O da valideynin hüququ hesab olunur. Ay, sağ ol. Bəs desəm ki, əgər uşaqların, yəni təhsil alanların hüquq maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarə olunmasına iştirak etmək, O da valideynin hüququ hesab olunur. bəli, tamamilə doğrudur. Bəs övladının intellektual səviyyəsini yüksəltmək, əxlaqi səviyyəsini yüksəltmək, şərait yaratmaq. Aha, artıq valideynin vəzifəsi hesab olunur. Ay, sağ ol. Bəs övladını Azərbaycançılıq ruhunda, vətənpərvər ruhda, adət-ənənələrə qarşı hörmət ruhunda böyütmək. O da vəzifəsi hesab olunur valideynin. Aha. Bəs daxili intizam qaydalarına əməl etmək. O da valideynin vəzifəsi hesab olunur. Bəli, tamamilə doğrudur. Yaxşı, siz mənə deyin, təhsilin neçə dənə forması var? Hə, forması.
Deməli, formal, qeyri-formal və informaldır. Hı Deməli, hı. formal əsasən dövlət sənəti əsasında olur. Məsələn, diplomdur, verilir, yəni rəsmi bir sənəddir. Hı hı. Qeyri-formal, rəsmi olmayan sənədlər əsasında olur. Informalı isə özü üzərində işləyir, yəni öz üzərində hər hansısa bir işləri görür ki, məsəl üçün dil öyrənməkdir. Yəni Ay, belə bir şeylər. hı hı. Düzdür. Bəs yaxşı. Təhsilin alınma formaları hansılardır? Ə, Deməli, distant, buna sinxron da deyilir həmçinin. Bəli. Daha sonra isə qiyabi, əyani, daha sonra sərbəst eksternant idi də deyəsən, sərbəst eksternant. Bu elə bir ki, təhsildən müəyyən səbəblərə görə kənarda qalan şəxslər üçün yenidən bir təhsil alma hüququ və yaxud da ki, daha tez təhsilini başa vurmaq üçün şərait yaradılır. Hı Daha sonra isə deməli, daha sonra isə fərdi evdə təhsil var, fərdi təhsil var. Bir hı. də ki, ən axırıncı var idi, yadımdan çıxdı adı. Hı. Eksternat, sərbəst, fərdi, evdə, bir də stasionar təhsil. Hə, stasionar təhsil var ki, stasionar təhsili isə 21 gün təhsildən kənarda, məsələn, xəstəxanada qalan uşaq üçün nəzərdə tutulan bir təhsil prosesidir. Təhsil alma forması. Bəli, tamamilə Stasionar doğru. təhsil alma formasıdır. Ay, sağ olun, doğrudur. Əla. Orada məncə soruşmadığım heç nə qalmadı. Hər şeyi soruşdum. Bir də sınaq vermişdim. 20 dənə sual var idi. Onlara baxmısınızmı? Aha, bəli, mən baxmışam. Səhviniz oldu. Səhvim mənim elə bir burada əslində diqqətsizliyimdən olub. Sonra baxdım özüm 2 dənəsində idi. Aha. O da diqqətsizliyim üzündən olub da, yəni belə. Hə, yəni ki, başa düşmədiyiniz nəsə varsa testlə bağlı soruşa bilərsiniz. Yoxsa mövzuya Xeyr, keç. xeyr müəllim yoxdur. Ha, əla. Onda başlayaq bugün mövzumuzun izahına. Bir Bir də dəqiqə. müəllimət siz atmışdınız digər qrupda pedaqogika ilə psixologiya PDF-i. Bəli. Aha, Aha. onlardan da keçəcəyik biz mövzu olaraq. Onlardan bəzi məqamlar olacaq, bəli, amma əsas metodika hissəsidir. Aha, Onlardan daha onlar çox. çünki çıxartdırmışam. Yəni dedim Ha, nəsə bəli, olsa buradan da deyərsiniz. bəli, bəli, narahat olmayın. Əgər ehtiyac olarsa, oradan inşallah ki, bir-iki mövzu var, bəli, keçəcək, amma ümumi olaraq əsas mövzuları belə deyək də PDF halında hazırlamışam. Onlardan keçəcəyik. Mhm. Deməli, başlayaq didaktik prinsiplər. Didaktik prinsiplər məktəbəqədər təhsilin, belə deyək, məzmununu müəyyən edən əsas prinsiplərdən biridir. Bizim ilk növbədə nəticə yönümlülük prinsipimiz var. Daha sonra uşaq yönümlü, şəxsiyyət yönümlü, tələb yönümlü, inkişaf yönümlü, inteqrativlik, dünyəvilik və Azərbaycançılıq prinsiplərimiz var. Gəlin baxaq nəticə yönümlüyə. Nəticə yönümlülük nə deməkdir? Nəticə yönümlü dedikdə, təhsilin məzmununun əvvəlcədən müəyyən olmuş nəticələr əsasında müəyyən edilməsi. Yəni, tutaq ki, bir misal verirəm. Tərbiyəçi müəllimdir, hər hansı bir, belə deyək, plan qurmalıdır. Planı bir gün əvvəldən, yəni əvvəlcədən qurur. Yəni, bir gün olmasın, 5 gün olsun, 10 gün olsun, fərqi yoxdur. Əgər planını düzgün şəkildə qurursa, əvvəlcədən müəyyən edirsə hər bir şeyi, təbii ki, bu olacaq nəticə yönümlülük. Və yaxud da uşaqların inkişafı ilə bağlı nəsə bir plan, proqram hazırlayır, əvvəlcədən o plan, proqramı edir ki, uşaqlar ilin sonunda nəticəyə çatsın. Deməli, nəticə yönümlülüyün ən böyük açar sözlərindən biri əvvəlcədən sözüdür. Harda biz əvvəlcədən sözünü görürüksə, söhbət bilirik ki, nəticə yönümlülükdən gedir. İstər plan hazırlanması olsun, istər uşaqların inkişafı ilə bağlı bir məqsəd olsun, hər birinin əvvəlcədən hazırlanması nəticə yönümlülükdür. Məsələn, deyirəm ki, sabah tərbiyəçi müəllim ətraf aləmlə tanışlıq məşğələsi keçməlidir. Əvvəldən əl işləri hazırlayır, əvvəldən məsələn meyvələri hazırlayır, qoyur. Deməli, nə etdi? Planlı, proqramlı işini gördü və əvvəldən bunu hazırladı. Bu əsas nəticə yönümlülükdür. Nəticə yönümlülükdə bir o qədər geniş deyil, sadəcə bilməliyik ki, planın, proqramın əvvəlcədən hazırlanması, nəticəyə çatdırılması nəticə yönümlülüyün əsas məqamlarından biridir. Amma uşaq yönümlülük geniş anlayışdır. Uşaq yönümlülük nədir? Qaydasını oxuyum. Bir təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyl, marağını, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırılması və inkişafına yönəldilməsidir. Yəni uşaq yönümlü dedikdə biz hər zaman ilk planda nəyi tutmalıyıq? Uşağın istəyini, marağını, tələbatını.
Əvvəllər necə idi? Ənənəvi təhsildə, təhsil sistemində daha çox müəllim yönümlülüyü idi. Yəni müəllim deyirdi, uşaqlar ona əməl edirdi. Amma indi bir qədər uşağın istəyi, tələbatı, meyli bunları həyata keçirməliyik. Məsələn, tutaq ki, iş forması, iş üsullarından istifadə edirik. Uşaq fərdi iş forması istəyirsə, onu etməliyik. Və yaxud da deyirəm ki, hər hansı bir süjetli rollu oyun oynayırıq. Uşaq dovşan rolunu yox, canavar rolunu oynamaq istəyir. O zaman uşağın istəyini nəzərə almalıyıq. Öz istəyimizdən əlavə uşağın baxmalıyıq ki, meyli, marağı, potensialı, həvəsi nəyədir və bunları təbii ki, həyata keçirməliyik. Digər bir tərəfdən əyani vəsaitlərdən istifadə etmək. Əyani vəsait nədir? İllüstrasiyalar, demonstrasiyalar, yəni şəkillər, video çarxlar. Məsələn, kompüter bilən müəllim, PowerPoint bilən müəllim nə edir? Maraqlı uşaqlar üçün video slaytlar hazırlayır. Maraqlı məsələn uşaqlar üçün şəkillərdən belə deyək də məşğələ qurur, nağıl hazırlayır. Bilir ki, uşaqlar əyani vəsaiti sevirlər. Vizuallığı sevirlər. Yəni əyani vəsaitdən istifadə edərək məşğələnin keçirilməsi aid olacaq uşaq yönümlü prinsipinə. Və yaxud da deyirəm ki, ətraf aləmlə tanışlıq məşğələsidir. Orada təbii ki, ətraf aləmlə tanışlıq deyəndə təbiətdir, canlılardır, bunlar nəzərdə tutulur. Müəllim meyvələr haqqında məşğələ keçir. Bunu vizual olaraq uşaqlara göstərə bilər. Bir səbətə meyvə yığa bilər. Yəni əsas odur ki, uşaq görsün, daha yaxşı mənimsəsin və məşğələ maraqlı alınsın. Bu da əyani vəsaitdir. Yəni əyani vəsaitlərdən istifadə uşaq yönümlü prinsipinin əsas xüsusiyyətidir. Və bayaq da qeyd etdiyim kimi uşağın marağının nəzərə alınması, hər hansı bir sahəyə marağı varsa, məsələn, uşaq musiqini sevmir, rəsm çəkməyi sevir. Bunların hər biri nəzərə alınmalıdır, istəyinə uyğun olmalıdır. Daha sonra oyunlar keçirilməsi, məşğələ elə olmalıdır ki, və yaxud da oyunlar elə keçirilməlidir ki, öyrədici olmalıdır. Uşaq həm əylənməlidir, həm də öyrənməlidir. Bir çox oyunlarımız var, təbii ki, yaradıcı oyunlarımız var, qaydalı oyunlarımız var, paralel oyunlarımız var, didaktik oyunlarımız var. Oyunlar mövzusunu daha geniş danışacağıq bundan. Amma qeyd edeyim ki, uşaqların kiçik yaşından həyatında aparıcı fəaliyyət oyundur. Oyun vasitəsilə ünsiyyət qururlar, dialoqda olurlar. Məsələn, biz böyüklərin həyatında necə ki, əməklə məşğuluq hər birimiz, uşaqların həyatında da belədir ki, nə edirlər? Hər zaman belə deyək də, oyunla məşğul olurlar, oyun vasitəsilə öyrənirlər. Oyunların keçirilməsi əsas məsələlərdən biridir. Bir də uşağın yaşını nəzərə almamız əsas məsələlərdən biridir ki, uşaq məsələn 3 yaşında uşaqla, 2 yaşında uşaqla, 5 yaşında uşaq bir ola bilməz. Onların qavraması da, təfəkkürü də fərqlidir. Məsələn, 2 yaşında uşaq hələ tam anlaya bilmir ki, oturuş qaydası necə olmalıdır, məşğələ nə deməkdir, amma artıq 4 yaşında uşaq bunu dərk edə bilir, başa düşə bilir və təbii ki, yaşına uyğun çətinlik səviyyəsi olmalıdır. Mütləqdir ki, həm seçim haqqı verir. Adi məsələn bir qələmdir. Qarşısına qoyuruq ki, qırmızı qələm, yaşıl qələm, sarı qələm hansını istəyirsən, ona seçim haqqı verməliyik. Əgər biz ona seçim haqqı versək, uşaqda özgüvən formalaşır ki, mən hər hansı bir işi müstəqil gördüm. Ona görə bu uşaq yönümlü prinsipidir. Daha sonra iş üsulları var, iş formaları var. İş üsulları, iş formaları da sırf uşağın tələbinə uyğun olmalıdır. Bayaq da qeyd etdiyimiz kimi kollektiv iş forması var, cütlərlə var. Cütlərlə iş forması da uşaqlar üçün faydalıdır ki, iki dənə uşağı yan-yanaşı otuzdururuq. Zəif olan güclüdən öyrənir. Bu əsas iş formalarından biridir. Amma iş üsulları dedikdə deyirəm ki, nağıl etmə. Nağıl etmə uşaqda nəyi formalaşdırır? Təfəkkürü formalaşdırır, təxəyyülü formalaşdırır, izah etməyi, qavramağı, düşünməyi formalaşdırır. Bunların hər biri iş üsullarıdır. İş üsulları özü də geniş bir anlayışdır, geniş bir mövzudur. Amma əsas məsələ ondan ibarətdir ki, İş üsulu, iş formaları nəzərə almamız sırf uşaq yönümlülük prinsipinin əsas xüsusiyyətidir. Bir də var diaqnostik qiymətləndirmə aparmaq. İlin əvvəlində aparılan qiymətləndirmədir ki, tərbiyəçi müəllim aparır, müşahidə edir. Məsələn, bu uşağın xüsusiyyəti nədir? Bu uşaq hardan gəlibdir? Adı nədir? Sevdiyi məşğuliyyət nədir? Bunların hər birinin nəzərə alınması uşaq yönümlü prinsipinin əsas xüsusiyyətidir. Məsələn, testdə düşür, yazırlar ki, tərbiyəçi müəllim bu gün
kollektiv iş formasından istifadə etdi. Aşağıda da variantlar olur. Tərbiyəçi müəllimin əməl etdiyi didaktik prinsip hansıdır? Tələb yönümlüdürmü, uşaq yönümlüdürmü, şəxsiyyət yönümlüdürmü? Artıq biz bilirik ki, axı gördük biz uşaq yönümlülükdə iş sürüş forması var. Avtomatik uşaq yönümlülüyü götürəcəyik. Və yaxud da deyirik ki, tərbiyəçi müəllim bu gün məşğələyə gələndə planını hazırlamamışdı. Hansı didaktik prinsipi pozub? Əgər pozub da deyirsə, təbii ki, nəticə yönümlülüyü götürürük. Və yaxud da deyir ki, tərbiyəçi müəllim qrupa ilk gələn Aysuya diaqnostik qiymətləndirmə apardı. Tərbiyəçi müəllimin əməl etdiyi didaktik prinsip hansıdır? Deyəcəyik ki, uşaq yönümlü prinsipi. Daha sonra gəlir, deməli bu uşaq yönümlü prinsipin əsas xüsusiyyəti. Təlim-tərbiyə prosesini bilavasitə uşağın meylinə, marağına, təhsil tələbatına, istedadına yönəlməsidir. Digər bir tərəfdən yenə də qeyd etdiyimiz kimi əyani vəsaitlərdən istifadə edib məşğələsini keçir maraqlı şəkildə. Uşağın marağını, istəyini nəzərə alır, oyunlar keçirilir, yaşı nəzərə alınır və iş sulu iş formalarından təbii ki, istifadə olunur. Bu da olacaq uşaq yönümlülüyünün açar sözləri. Gəldik şəxsiyyət yönümlü. Şəxsiyyət yönümlü nə deməkdir? Şəxsiyyət yönümlü dedikdə daha çox nəzərdə tutulan hər bir uşağın zəruri həyat bacarıqlarının, dəyərlərinin formalaşması. Bəs bu dəyərlər nələrdir? Milli bəşəri dəyərlərdir, psixomotor bacarıqdır, ünsiyyətdir, idrakdır. Əgər uşağın idraki formalaşıbsa, onun dərk etmə bacarığı var, başa düşmək bacarığı var, qavramaq bacarığı var. Məsələn, deyirəm ki, bugün məşğələdə Nihat çox gözəl şeir danışdı. Fikrini daha aydın şəkildə izah etdi. Verilən məlumatı dərk etdi. Bu hansı didaktik prinsipdir? Bu şəxsiyyət yönümlülük prinsipidir. Daha sonra deyirəm ki, sosiallığı var, digər uşaqlarla yaxşı əməkdaşlıq edə bilir, ünsiyyət qura bilir, sərbəst şəkildə öz fikrini izah edə bilir. Deməli, Nihatda hansı prinsip var? Şəxsiyyət yönümlü prinsip. Bir də var psixomotor. Psixomotor nə deməkdir? Psixomotor demək hərəkətlilikdir. Məsələn, qaçmaqdır, tullanmaqdır, hoppanmaqdır, rollu oyunlardır. Yəni bir sözlə kinestetikanın hər biri aid olacaq psixomotor bacarığa. Bir də var milli bəşəri dəyərlər. Bunu müəllimlər bəzən milli bəşəri dəyərlərlə Azərbaycançılıq prinsipini səhv salırlar. Milli bəşəri dəyərdə mədəni müxtəlifliyi nəzərə almaqdır, insan hüquqlarına hörmət etməkdir, digər insanlara qarşı hörmətli olmaqdır. Məsələn, deyirəm, bugün tərbiyəçi müəllim dövlətimiz haqqında danışdı uşaqlara və yaxud da Qız Qalası haqqında danışdı. Onlarda milli bəşəri dəyərləri formalaşdırdı, əxlaqi keyfiyyətləri formalaşdırdı. Hansı prinsipdir? Şəxsiyyət yönümlü. Elə bil ki, şəxsiyyət yönümlü bu hamısı aşağıda olanlar 1-dir, 2-dir, 3-dür, 4-dür. Baxın, bunların hər biri şəxsiyyət yönümlülüyün qoludur sanki. Bir hissəsidir, şaxələnir. Məsələn, necə ki, uşaq yönümlü prinsipdə bunlar var idi. Bunlar əsas qayda idi. Şəxsiyyət yönümlülükdə də idrakdır, ünsiyyətdir, psixomotordur, milli bəşəri dəyərlərdir. Testlərdə məsələn düşəcək ki, uşaqda sosiallıq bacarığı var, əməkdaşlıq bacarığı var, fikrini ifadə etmə bacarığı var. Hansı prinsipdən söhbət gedir? Şəxsiyyət yönümlülükdən. Və yaxud da uşaqda hərəkətlilik var, aktivlik var, kinestetika var. Yəni kinestetikada hərəkətlilik deməkdir. Bu hansı prinsipdir? Aid olacaq təbii ki, şəxsiyyət yönümlülük prinsipinə. Daha sonra gəlir inkişaf yönümlü prinsip. Deməli, şəxsiyyət yönümün nə oldu? İçində idrak, ünsiyyət, psixomotor, yəni hərəkətlilik, bir də milli bəşəri dəyərlər. İnkişaf yönümlülük nə deməkdir? İnkişaf yönümlülük dedikdə uşaqların idraki fəallığının, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirmə yolu ilə onların bilik, bacarıq, vərdişlərinin inkişafının təmin olunması. Yəni, biz uşaqları həm dinləməyinə görə, həm qavramağına görə, həm təfəkkürünə görə, həm gördüyü fəaliyyətlərə görə qiymətləndiririk. Qiymətləndirmə necə aparılır? Formativ, summativ, bir də nailiyyətin təhlili ilə idrakin inkişafı nəticəsində. Formativ qiymətləndirmə müntəzəm şəkildə tərbiyəçi tərəfindən aparılan qiymətləndirmədir. Məsələn, hər gün uşaq haqqında məlumat toplayır. Formativdir. Bir də var yekun hesabat. Yekun hesabat isə məktəbəqədər təhsilin sonunda aparılan qiymətləndirmə hesab olunur. Summativin digər adı yekun hesabat götürülür. Daha sonra inkişaf yönümlülükdə tutaq ki, uşaq hər hansı bir
əl işi gördü, hər hansı bir fəaliyyətlə məşğul oldu, hər hansı bir biliyə yiyələndi, bacarığa yiyələndi, nə isə öyrəndi. Bunların hər biri inkişaf yönümlülüyün daxilindədir. Bir də var tələb yönümlülük. Tələb yönümlülük nədir? Müasir dövrdə yaşayırıq. 21-ci əsr texnologiyaların sürətlə inkişaf etdiyi dövrdür. Və bu dövrdə ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərd demək, yəni insanın, cəmiyyətin, dövlətin dəyişən tələblərinin nəzərə alınması. Artıq məsələn demirik ki, keçmişdə belə deyildi. Aha, əvvəl demirdik ki, məsələn, ənənəvi təhsil sistemində qeyd olunurdu ki, o vaxtı kompüter o qədər də lazım deyildi. Keçmişdə belə deyildi. Formalardan istifadə etmirdik, amma indi elə deyil axı. İndi 21-ci əsrdir. Müasir texnologiya dövrüdür. Bəs bu müasir texnologiya dövrü necə adlanır? İKT dövrü. İKT-nin açılışı isə informasiya kommunikasiya texnologiyalardır. Müəllimin kompüteri bilməsi, planşeti bilməsi, hər birimiz belə deyək də, smartfonlar var hər birimizdə. Telefon istifadə edirik, kompüter istifadə edirik. Bir qədər proqramları bilirik. Word proqramıdır, Excel-dir, PowerPoint-dir. Bunlar haqqında məlumatımız var. İşlədə bilirik. Məsələn, PowerPoint-dən uşaqlar üçün maraqlı slayt hazırlayıram. Deməli, mən necə müəlliməm? Tələb yönümlü müəlliməm. Dövrün tələblərinə riayət edirəm, standartlara cavab verirəm, müasir texnologiyalardan istifadə edə bilirəm və dövlətin qoyduğu tələblərə riayət edirəm. Bu da təbii ki, tələb yönümlü müəllimin əsas xüsusiyyətlərindən biridir. Bəs testlərdə necə düşür? Testlərdə yazır ki, məsələn, tərbiyəçi müəllim İKT-lərdən istifadə edir. Hansı deməli didaktik prinsipin tələbidir bu? Deyəcək ki, tələb yönümlülüyün prinsipi. Gəldik varislik. Varislik nə deməkdir? Varislik yaşlar arasında keçid etməkdir. Sadədən mürəkkəbə doğru. Məsələn, təsəvvür eləyin ki, bağça uşağı ilə məktəb uşağı bir ola bilər. Xeyr, bağça uşağının qavraması fərqlidir. Bircə dəqiqə üzr istəyirəm. Üzrü sayım. Deməli, varislikdə nələr oldu? Varislik yaşlar arasında keçiddir. Məsələn, deyirəm ki, məktəb uşağı ilə bağça uşağı bir ola bilməz. Bağça uşağının qavrama səviyyəsi fərqlidir. Məktəb uşağının qavrama səviyyəsi fərqlidir. Məsələn, məktəb proqramında uşaqlara öyrədirlər, vurma cədvəlidir, saitlər, samitlərdir. Amma bağçanın proqramı elə deyil axı. Orada məşğələlərin keçirilməsidir. Həmçinin sadədən mürəkkəbə doğru. Yəni pillə-pillə, addım-addım məsələn. Deyirəm ki, kiçik qrupdur, bir də var böyük qrupdur. Böyük qrupun uşağı ilə yaşla qrupu, yəni kiçik qrupun uşağı bir ola bilərmi? Xeyr. Çünki hələ o ilkin biliklərə tam yiyələnməyib, formalaşmayıb. Ona görə yaşlar arasında mövzuya uyğun düzgün keçid etmək, yaş səviyyəsini mövzuya uyğunlaşdırmaq, məşğələni sadədən mürəkkəbə keçmək olacaq varisliyin əsas xüsusiyyəti. Daha sonra gəlir inteqrativlik. İnteqrativlik nə deməkdir? İnteqrativlik, baxın, həyatda gördüyümüz hər bir şey bir-biri ilə zəncirvari əlaqəlidir. Və biz də məşğələlərimizi keçərkən nə edirik? Əlaqələnmədən istifadə edirik. Və yaxud da ki, deyirəm ki, bugün tərbiyəçi müəllim məntiqi riyazi məşğələsi haqqında danışır və digər tərəfdən tutaq ki, rəsm haqqında məlumat verir və yaxud da musiqi məşğələsində fiziki mədəniyyət məşğələsini əlaqələndirir. Uşaqlara məsələn öyrədir ki, uşaqlar gəlin rəqs eləyək, hərəkət eləyək. Məsələn deyir, kim sevirsə idmanı
1, 2, 3, 4. Həm musiqi vasitəsilə, həm də saymağı da öyrədir. Deməli, əlaqələndirmə apardı. Həyatla əlaqələndirmə, mövzuların əlaqələndirilməsi və inteqrasiya edilməsi inteqrativliyin xüsusiyyətidir. Və yaxud da payız haqqında danışırsa, fəsillər haqqında danışırsa, digər bir tərəfdən ə, payız fəslidirsə, əgər uşaqlara saralmış yarpaqları göstərə bilər, onunla bağlı maraqlı məşğələlər hazırlaya bilər, hər biri ilə əlaqələnmə aparması inteqrativliyin əsas xüsusiyyətindən biridir. Daha sonra gəlir Azərbaycançılıq. Azərbaycançılıq nə deməkdir? Azərbaycançılıq dedikdə uşaqların vətənpərvər ruhda böyüdülməsi, öz ölkələri haqqında məlumatlı olması, öz yaşadıkları bölgə haqqında məlumatlı olması. Məsələn, mən Azərbaycanda yaşayıram. Bizim paytaxtımız Bakıdır. Bizim pul vahidimiz manatdır. Bayrağımıza üç rəng var: mavi, qırmızı, yaşıl. Yəni Azərbaycançılıq, türkçülük, dövlətçilik, fəal vətəndaşlıq hər biri Azərbaycançılıq prinsipinin daxilindədir. Bu belə. Daha sonra gəlir dünyəvilik. Dünyəvilik nə deməkdir? Yəni uşaqları bacardığımız qədər dini təbliğatlara yol vermirik. Hər birimiz müsəlmanıq, hər birimiz Allahı sevirik, İslam dini haqqında məlumatlıyıq. Amma məsələn başqa dinlərə mənsub insanlar da ola bilir və sadəcə uşaqlara əsas olan, lazım olan məlumatlar ötürülür. Və yəni burada da şərt ondan ibarətdir ki, dünyaya aid olma, dünya ilə bağlı olma, dini olmama, dinlə əlaqəsi olmama. Yəni o deməkdir ki, keçirilən mövzuları dinlə əlaqədar etmir və yaxud da xristian dinini qəbul etmiş bir insandır. Başlayır ancaq xristian dini haqqında danışmağa. Bu təbii ki, doğru bir anlayış deyil. Uşaqlara dini təbliğatlara yol vermək, ta körpəlikdən bunları öyrətmək düzgün bir anlayış deyil. Bu da dünyəvilik prinsipinin əsas xüsusiyyətlərindən biridir. Deməli, nələr oldu? Didaktik prinsiplərimizdə dünyəvilik, Azərbaycançılıq, inteqrativlik, varislik, tələbi yönümlülük, inkişaf yönümlülük, milli bəşəri dəyərlər, psixomotor bacarıqları, bunların hər biri nələrdə oldu? Şəxsiyyət yönümlülüyün içində. Uşaq yönümlülük, nəticə yönümlülük. Bunlar bizim didaktik prinsiplərimizdən biridir. Yenə də deyirəm, əvvəlcədən sözü nəticə yönümlülüyün açar sözüdür. İş üsulu, iş forması, diaqnostika uşaq yönümlülüyün açar sözüdür. Şəxsiyyət yönümlülüyün açar sözü idrak, ünsiyyət, psixomotor, milli bəşəri dəyərlərin olmasıdır. İnkişaf yönümlülüyün nailiyyətin qiymətləndirilməsi, dəyərləndirilməsi, formativ, summativ qiymətləndirmə. Tələbi yönümlülükdə isə İKT sözünü harda görsək bilirik ki, söhbət tələbi yönümlülükdən gedir. Daha sonra gəlir varislik, inteqrativlik. Varislikdə sadədən mürəkkəbə doğru keçid, inteqrativlikdə əlaqələndirmə sözü, Azərbaycançılıqda türkçülük, dövlətçilik, fəal vətəndaşlıq, dünyəvilikdə isə daha çox biz qeyd edirik ki, dini təbliğə yol verməmək. Bu əsas məsələlərdən biridir. Bununla bağlı başa düşmədiyiniz nəsə varsa soruşa bilərsiniz. Yoxsa ikinci mövzuya keçəcəm. Xeyr, müəllimə, yoxdur. Aha, əla. Gəlin onda bir qədər testlərinə də baxaq bunların. Testlərinə də baxaq. Deməli. Deyir ki, 5 dəqiqə vaxtımız var, Zoom-un bitməyini təzədən WhatsApp-dan yığacam sizə. Deməli, birinci, tərbiyəçi müəllim uşağa məcburi şəkildə rollu oyun verdi. Tərbiyəçi müəllim hansı didaktik prinsipi pozmuş oldu sizcə? Uşaq yönümlü. Ay sağ ol. Məcburiyyət tələb etməməli. Təbii ki, uşaq hansı oyunu istəyirsə, ona uyğun olmalıdır. Əgər bunu pozursa, uşaq yönlü prinsipini pozmuş olur. İkinci, tərbiyəçi müəllim uşaqların marağına uyğun dərs keçir. Tərbiyəçi müəllim hansı didaktik prinsipə əməl etmiş olur? Uşağın marağına uyğun dərs keçirsə, məşğələ keçirsə, o zaman hansı didaktik prinsipə uyğun olar? Uşaq yönümlü. Ay, sağ olun, düzdür. Tərbiyəçi müəllim əvvəlcədən planını hazırladı. Tərbiyəçi müəllim hansı didaktik prinsipə əməl etmiş oldu? Nəticə yönümlü. Düzdür. Tərbiyəçi müəllim uşaqlara dəyərlərimizi öyrədir. Bayrağımız, gerbimiz, himnimiz haqqında məlumat verir. Bu zaman hansı prinsipi formalaşdırmış olur? Azərbaycançılıq. Bayrağımız, gerbimiz haqqında bəli, təbii ki, Azərbaycançılıq olacaq. Çünki atributlarımızdır bunlar. Din dövlətdən ayrıdır. Hansı prinsip əsasdır? Dünyəvilik.
Ay, sağ olun. Tərbiyəçi müəllim yaş səviyyələri arasında mövzular üzrə keçid edərkən düzgün şəkildə komponentlərin ardıcıllığına apara bilir. Tərbiyəçi müəllim hansı prinsipə əməl edir? interaktivlik, Yo, yo. Ha, düzgün keçid etmək hansına aid olar sizcə? düzgün keçid etmək, Yaşlar arasında. əlaqələndirmə, Yo, hə, yo. Baxın, sadədən mürəkkəbə doğru. Ardıcıllıq aparmaq. Bayaq dedim, bağça uşağıyla məktəb uşağı bir ola bilməz. Məşğələli sinif. varislik, Ay, sağ olun, düzdür. 7-də tərbiyəçi qrupa yeni gələn Nihal üçün diaqnostik qiymətləndirmə aparır. Hansı prinsipə əsaslanmış olur? İlkin qiymətləndirmə. e, in- inkişaf yönümlülük, Yox, diaqnostik qiymət. Hə, bax bunu istəsəz qeyd apararsınız ki, diaqnostik qiymətləndirmə uşaq yönümlükdədir. Harda diaqnostik qiymətləndirmə görsəniz, bilin ki, söhbət uşaq yönümlükdən gedir. Daha aha, sonra tərbiyəçi sinifdə uşaqlara yaradıcı tapşırıq verir. Yaradıcı tapşırıq vermək hansı didaktik prinsipin xüsusiyyətidir? e, Məsələn, bir dənə məqam var idi, idrak idi, ünsiyyət idi, psixomotor var idi, milli bəşəri dəyərlər var idi, yaradıcılıq var idi. Hansı da idi o? tələb yönümlülükdəydi o. Yox, yox, yox. Şəxsiyyət yönlülüyün xüsusiyyətidir. Uşağa Adını karıştırırım hə, onları. problem deyil. Hələ indi keçmişəm. Onsuz da oxuduqca inşallah bir də təzədən testi üstdən işləyərsiz, onda tam yadınızda qalacaq, narahat olmayın. Əgər yaradıcı tapşırıq verirsən, uşağın potensialını inkişaf etdirmək üçün də yaradıcı tapşırıq təbii ki, olacaq şəxsiyyət yönlü prinsipinin xüsusiyyəti. Nihat heç bir fəaliyyətdə iştirak etmir, aktiv deyil. Yəni ünsiyyəti də yoxdur. Bu zaman hansı prinsip olar? E, şəxsiyyət yönümlülük, Bəli, tamamilə doğrudur. Çünki fəaliyyətdə aktiv iştirak etmir, ünsiyyəti yoxdur, dialoq qura bilmir. Bunların hər biri şəxsiyyət yönlülüyünün açar sözlərindən biridir. 10-cu. Tərbiyəçi müəllim inkişaf sahələrini əlaqələndirir. Tərbiyəçinin əməl etdiyi prinsip hansıdır? Əlaqələnmə varsa əgər. bir ara bir inkişaf yönümlü dedik deyəsən, hə? İnkişaf yönümlüyə bənzəyir. Amma başqası baxın variantlara da inkişaf yönümlü, tələb yönümlü, Azərbaycançılıq, inteqrativlik hansı da əlaqələndirmə sözü var idi? E, interaktivlikdə, Bəli, inteqrativlikdə əlaqələnmə var. Çünki inkişaf sahələrini əlaqələndirir. 4 dənə inkişaf sahəmiz var da. Məsələn, fiziki inkişafla idraki əlaqələndirə bilər, sosialla, estetiki əlaqələndirə bilər. Hər birinin əlaqələndirilməsi necə olacaq? İnteqrativliyin əsas xüsusiyyətlərindən biri. Bu belə, bu bizim testimiz. Bir dəqiqə.